Hamıya salam. Yəqin ki, siz də Azərbaycan yollarında bu iki, demək olar ki, eyni görünən yol nişanını görəndə çaşıb qalırsınız. Biri dayanma, digəri durma. Bəs fərqi nədir? Bugün biz bu çaşqınlığa bir dəfəlik son qoyacağıq ki, bir də bilmədən bahalı səhvlərə yol verməyəsiniz. Baxın bu nişanlara. Demək olar ki, əkizdilər. Amma biri var ki, onun cəzası cib yandırır. Necə olur ki, cəmi bir əlavə xətt cərimə məbləğini bu qədər dəyişə bilir? Gəlin birlikdə bu sirrin üstünü açaq. Deməli, bütün bu qarışıqlığın kökündə cəmi iki dənə söz dayanır. Dayanma və durma. Gündəlik həyatda eyni mənanı verdiyini düşünsək də, yol hərəkəti qanununda bu sözlər arasında yerdən göyə qədər fərq var. Gəlin görək bu fərq tam olaraq nədən ibarətdir. Təsəvvür edin, dostunuzu evinin qarşısında düşürürsünüz. Bu bəlkə də cəmi 30 saniyə çəkir. Və ya mağazadan aldığınız 1-2 torbanı maşına qoyursunuz. Bax, bunların hamısı dayanma sayılır. Hətta ağır bir mebeli maşına yükləyirsinizsə və bu iş 10 dəqiqə çəkirsə belə, siz hələ də dayanma edirsiniz. Çünki əsas məsələ aktiv şəkildə yük və ya sərnişinlə bağlı bir iş görməyinizdir. Amma indi gəlin başqa bir vəziyyətə baxaq. Maşını saxlayıb aptekə getmisiniz və ya kimisə gözləyirsiniz. Oturub telefonda danışırsınız. Maşının yanında heç bir sərnişin düşmür, heç bir yük boşaldılmır. Və bu proses 5 dəqiqədən çox davam edirsə, bəli, siz artıq durma etmisiniz. Yəni, qanunun dili ilə desək, parklanmışsınız. Gəlin bir də üstündən keçək ki, tam aydın olsun. Görürsünüz, bütün məsələ vaxta və fəaliyyətə bağlıdır. 5 dəqiqədən azdırsa və ya maşının yanında nəsə bir hərəkət varsa, bu dayanmadır və daha yüngül qaydalara tabedir. Amma 5 dəqiqədən çox boş-boşuna gözləyirsinizsə, o artıq durmadır və bəzi nişanlar məhz bunu qadağan edir, bəziləri isə heç birinə icazə vermir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi baxaq görək, yolda bu nişanları bir-birindən necə fərqləndirəcək. İnanın mənə, elə asan bir yolu var ki, bir də heç vaxt unutmayacaqsınız. Baxın, banı yadda saxlamağın super asan bir yolu var. 2 dənə çarpaz xətt görürsünüz, düzdürmü? Deməli, 2 hərəkətdə qadağandır. Nə dayanmaq olar, nə də durmaq. Bu nişanın altında 1 saniyə belə saxlamaq olmaz. Bəs tək xəttdə olan nişan, o da o deməkdir ki, bir hərəkət qadağandır. Hansı? Əlbəttə ki, daha uzun müddətli olanı, yəni durma. Amma sərnişin düşürmək üçün qısa müddətə dayanma edə bilərsiniz. Bu qədər sadə. 2 xətt, 2 qadağa. 1 xətt, 1 qadağa. Yaxşı, nişanı gördük, qaydanı da başa düşdük. Amma bu qadağa haracan davam edir? Bax, ən çox səhvlər məhz bu məqamda olur və sürücülər bilmədən cərimə olunurlar. Deməli, gözünüz yolda bir necə şey axtarmalıdır. Birincisi və ən əsası növbəti yol ayrıcı. Yol ayrıcını keçdiksə, qadağa bitdi, azadsız. İkincisi, şəhərdən və ya kənddən çıxdığınızı göstərən nişan. Üçüncüsü, bəzən yolun kənarında